Xeyirli olsun. Hamını Xırdalan Gülçülükdən salamlayıram. Bu günləri antiryum gülünü hansı qaydada saxlamaq lazımdır, hansı ölçüdə qaba əkmək lazımdır, sulanma qaydasını, əkin qaydasını aydın şəkildə izah edəcəm. Zəhmət olmasa hamı izləsin sona qədər və səhifəyə abunə olaq və videonu da bəyənək. Əvvəlcə antiryum çiçəyi istəyirsinizsə həmişə açsın. Biraz bundan iri qaba əkmək lazımdır. Orta ölçü qaba yəni. Bir də ki altını, deşikləri iri formada açmaq lazımdır ki, suyu rahat süzsün. Sonra bizdə burada belə gözəl drenaj var. O yəni şərtdir. Yəni mütləq şəkildə istifadə etmək lazımdır. Suyu rahat süzməlidir ki, su qalmasın. Azca əlavə eləyəndən sonra belə xüsusi substrat vardır. Torf hazır şəkildə perlis qarışıq. Onun içindən əlavə edirsiniz. Baxın belə. Bu da bizim antiryum çiçəyimiz. Fikir verirsiniz, kökləri falan hamısı sağlam. Biraz bunları belə eləyirsiniz, baxın. İnkişaf eləyə bilsin. Sonra qoyursunuz ortaya. Başlayırıq yanlarına xüsusi substratdan əlavə etməyə. Yəni xatırladım ki, bunlar Holland gölü olduğu üçün bunları meşə torpağında, həyət torpağında əkmək olmaz. Xüsusi substrat, torf, perlit qarışıq torpaqdan istifadə etmək lazımdır. Bitkimiz hazırdır və bunun saxlama qaydasını sizə aydın şəkildə deyirəm. Bu antiryumun yarpağına hər gün spreylə su vurmaq lazımdır. Həftədə bir dəfə 2 stəkan su vermək lazımdır. Bir də yay aylarında sərin yerdə qalmalıdır, amma soyuq aylarda isə işıqlı yerdə saxlamaq lazımdır. Bir də vitaminlər vardır bizim mağazada. Hər növ vitaminlər satışda var. Ayda bir dəfə heç olmazsa ən azı ayda bir dəfə o vitamindən bunlara vermək lazımdır. Bizi izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. İnşallah yeni videolarımız olacaq. Sağ olun. Allah razı olsun.